Salam uşaqlar, gəlin bu misalı həll edək. Sadələşdirmək tələb olunur. Burada diqqət eləsək uşaqlar baxarıq ki, bax bu 6-dan açar bu 6-dadır. Yəni 6 5 üstəgəl 1 şəklində yaza bilərəm. 6-nı 5 üstəgəl 1 şəklində yazsam, bunları sağa sola keçirib parçalayıb, yəni qruplaşdıra bilərik. Yəni yazaram ki, x çıxaq 1, 5 bölünsün, kök altında x da sağa keçirdəndə üstəgəl 5 qalır. Sonra burada nə edirəm? Uşaqlar bura baxın, burada x minus kökdə x-dir. Yəni buradan da bir ipucu verir ki, bu x-i mən kök altında x kvadratı yazım. Burada kvadratlar fərqinə görə kök altında x minus 1, bir də kök altında x plus 1 şəklində olur. Bərabərdir. Burada da ortaq məxrəcə gətirsəm, eləyir nə? 5 üstəgəl 5 kök altında x. Və daha sonra sürətdən 5-i ortaq vurux çıxarsam, 1 üstəgəl kök altında x bölünsün kök altında x olur. 1 üstəgəl kök altında x-dən 1 üstəgəl kök altında x gedir. Nə qalır yazaq? Kök altında x çıxılsın 1 bərabərdir. 5 bölünsün kök altında x. Hər tərəfi kök altında x-ə vurub kəsrdən azad olaq. Eləyəcək x minus kök altında x bərabərdir 5. Aha, aldıq. Elə bizdən də bu tələb olunurdu. Digər misalımıza baxaq. Burada ifadənin ən kiçik qiymətini tapın deyir. Bu cür misallarda biz yadınızdadırsa, deməli qruplaşdırırdıq. Yəni 2 mötərizə kvadratı şəklində alandan sonra artıq sərbəst həddi rahat görürük və funksiyanın kiçik qiymətini tapırıq. Burada 2x kvadratı var. Əsas bunu üzərində işləmək lazımdır. Yəni bunu x kvadratı üstəgəl x kvadratı şəklində yazanda 2 rahat kvadratlar deməli cəmi kvadrat şəklində yaza bilirəm. Yəni, gəlin birinci üçün yazaq. Burada başqa rəngdən yazım, sizə daha yaxşı aydın olsun. Məsəl üçün, birinci x kvadrat bu rəng üçün yazıram. X kvadratı üstəgəl 4xy, deməli, arxası nədir? Üstəgəl 4y kvadratı. Bu 1 olsun. Üstəgəl digər x kvadratını da ayrı yazıram. X kvadratı üstəgəl, yox, çıxılsın 6x. Deməli, üstəgəl bizdə nə qaldı? Bir də qaldı, deməli, bunun arxası. Bu da 2 bura olsun 3'dür deyə təbii ki, bura 9 yazacağım. Yəni, x minus 3'ün kvadratıdır. 9 da özümdən yaza bilmərəm də, təbii ki, bu 1'dir. Mən bura 1 minus 8 yazmalıyam ki, 1'i parçalamış oluram. 9 çıxılsın 8 şəklində yazdım. Bura nə olacaq? Birinci. X üstəgəl 2y-in mötərizə kvadratı. Yoxlayaq. Birincinin kvadratı, ikincinin